Salam, hər vaxtınız xeyir olsun. Bugün ifrazat sistemi sidiyin əmələ gəlməsi suallarının izahına baxırıq. Sual 1. Normal halda böyrəkdəki qandan sidiyə suyun artığından başqa daha nə keçir? Biz bilirik ki, qandan sidiyə suyun artığı, həmçinin də ki, mineral duzlar keçmiş olacaq. 5 dəqiqə ərzində böyrəklərdən nə qədər qan keçir? Fikir veririksə, böyrəklərdən deyir. 1 dəqiqədə böyrəklərdən 1 litrə qədər qan keçmiş olur. 5 dəqiqədə isə təbii ki, 5 litrə qədər qan keçmiş olacaq. İnsanda böyrəklərin funksiyasına aid deyildir. Su-duz mübadiləsini tənzimləmək aiddir. Hipofiz hücrəsinin hormon sintezini tənzimləmək böyrəklərin funksiyasına aid deyildir. Mübadilə proseslərinin son məhsullarını orqanizmdən kənar etmək aiddir. Qanın kimyəvi tərkibini sabit saxlamaq aiddir. Sidiyə əmələ gətirmək isə aiddir. Aşağıdakı orqanlardan hansı maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric olunmasını və onun daxili maye mühitinin sabit qalmasını təmin edir? Əlbəttə ki, mövzumuzda da söhbət getdiyi kimi ifrazat sistemi, yəni böyrəklər olmuş olacaq. Yəni cavabımız D variantıdır. İnsanda sidik axarları ilə sidik kanalı arasında, axarla kanal arasında təbii ki, nə yerləşir? Sidik kisəsi yerləşmiş olur. Hansı strukturu yerləşir? Sidik kisəsi, yəni cavabımız C variantı. İnsanda qarın boşluğunda onurğanın B şöbəsinin hər iki tərəfində yerləşən orqan bir cüt böyrəklərdir ki, dediyimiz kimi onurğanın B şöbəsində onurğanın hər iki tərəfində qarın boşluğunda yerləşmiş olacaq. İnsanın ifrazat sistemi orqanlarından sidiyin axma istiqamətinin düzgün ardıcıllığını müəyyən edin. Sidiyin axması 3-cü böyrəklə başlayır. Hərəsindən bir ədəd olmaqla sidik axarı çıxır. Sonra sidik kisəsinə toplanır və ondan sonra isə sidiyin xaric olunması sidik çıxarıcı kanal hesabına həyata keçirilir. Cavabımız E variantıdır. Normal halda insanın böyrəklərindən keçən qan mineral duzların artığından başqa daha nədən azad olur? Glikogenin artığından xeyr, çünki glikogen iri molekuludur, ümumiyyətlə keçmir. Sonra suyun artığından fikri doğrudur. Karbon qazından ağciyərdə azad olur. Sulallar heç ümumiyyətlə sidiyə sağlam insanda keçmir. Şəkərin artığından fikri yanlışdır. Cavabımız təbii ki, B variantı suyun artığından olmuş olacaq. 9-cu sualda insanın orqanı hazır şəkildə böyrək göstərilmişdir. Yerləşdiyi əsas bədən boşluğu bayaq da sualın özündə verilmişdir ki, qarın boşluğudur. Aid olduğu orqanlar sistemi isə həzm sistemi yox, ifrazat sistemidir. Böyrəklər və sidik kisəsini birləşdirən orqan üçün doğru deyildir. Böyrəklə sidik kisəsi arasında sidik axarı yerləşmiş olur. Həmin sidik axarı haqqında hansı fikir doğru deyildir soruşulur. Sidik böyrəkdən sidik kisəsinə daşıyır fikri doğrudur. Hər böyrəkdən bir cüt yox, bir ədəd çıxır olmalıydı. Böyrək ləyənindən başlanğıc götürü fikri doğrudur. Orta qatı sayı əzələdən təşkil olmuşdur. Doğrudur. Uzunluğu 25-30 sm-ə qədərdir. Fikri doğrudur. 11-ci sual. Doğru verilmiş mülahizəni müəyyən edin. Nə qədər çox maye qəbul edilərsə, əmələ gələn sidiyin miqdarı da o qədər az yox, çox olmalıydı. İlk sidiyin xaric edilməsi sidik kanal vasitəsi ilk yox, son sidik olmalıydı. İfrazat sisteminin orqanları 2 müxtəlif bədən boşluğunda yerləşir. Bəli, məsəl üçün sidik axarı həm çanaqda, həm də qarın boşluğunda yerləşir. İlk və son sidiyin yarandığı orqanlar müxtəlif bədən boşluqlarında yerləşir. Bu fikir yanlışdır, çünki və son sidik elə böyrəkdə əmələ gəldiyinə görə elə o da qarın boşluğunda yerləşir. Sidik axarları bədəndən son sidiyi xaric edir. Fikri yanlışdır. Bu iş sidik kanalının vəzifəsidir. Sağlam insan üçün verilənlərdən hansı molekul ifrazat məhsulu ola bilməz? İfrazat məhsulu nə ola bilməz? Əgər normal bir insan ifrazat məhsulu kimi amin turşusu xaric edirsə, deməli bu insan yəni normal insan deyil, xəstəlikli bir insandır. Yəni bunun qarşısı mütləq ki, alınmalıdır, yoxsa belə deyək də ölümlə sonuçlana bilər. Amma sudur, sidik şöfəridir, mineral duzdur, bikarbonatlar şəklində qandan karbon qazı çıxarılır. Yəni qandan, daha doğrusu hüceyrələrdən qan vasitəsilə daşınmış olur. 13-cü sual. İnsanda böyrək venaları hara açılır? Böyrək venaları təbii ki, böyrəkdə təmizlənmiş qanı alır
və aşağı boş venaya açılmış olur. Böyrəyin tərkibinə daxildir. Şəkildə də gördüyünüz kimi böyrəyin tərkibinə nələr aiddir? Tərkibində böyrək ləyəni var. Baxın, şəkildə də göründüyü kimi tərkibində böyrək ləyəni var, beyin qatı var. Sonra aşağı hissədə burada qabıq qatı var və böyrək piramidlərindən, baxın, bu şəkildə böyrək piramidlərindən də təşkil olunmuşdur. İndi baxaq, böyrəyin tərkibinə daxildir qabıq qatı. Sidik axarları ifrazat sisteminin tərkib hissəsidir. Həmçinin sidik hissəsi də beyin maddəsi daxildir. Sonra böyrək ləyəni aiddir. Yəni 1, 2, 4 aiddir. Cavabımız A variantıdır. İnsanda tərkibində duzun, sidik cövhərinin miqdarı daha az olan qanın axdığı damar, yəni həm duzun, həm də sidik cövhərinin miqdarının daha az olan qanın axdığı damar, təbii ki, baxırıq, böyrək venası olacaq. Niyə həmən böyrək venasına seçdikdə böyrək arteriyasını yox? Çünki siz də bilirsiniz ki, böyrək arteriyası böyrəyə hələ təmizlənmək üçün gəlir. Gətirici arteriya ilə gətiriləcək, çıxarıcı arteriya ilə çıxacaq. Ondan sonra qıvrım kanalcıqların ətrafında kapillər şəbəkə əmələ gətirəcək. Ondan sonra nefron venası böyrək venasına qoşulacaq ki, bu da tərtəmiz qan olacaq. Hansı ki, duz, sidik cövhəri və bu baxımdan. Sakit vəziyyətdə 2 dəqiqə ərzində insanın böyrəyindən, bu dəfə tək böyrəkdən söhbət gedir. Deməli, 2 dəqiqə ərzində 2 böyrəkdən 2 litr, amma bir böyrəkdən isə 1 litrə qədər qan keçmiş olur. Ona görə C variantıdır. Sakit vəziyyətdə 6 dəqiqə müddətində insanın bir böyrəyindən, deməli, 6 dəqiqədə 2 böyrəkdən 6 litrdir, amma bir böyrəkdən 3 litrdir. Yəni, cavabımız D variantıdır. Sonra 18-ci suala baxırıq. Sxema əsasən normal hal üçün doğru ifadələri müəyyən edin. Böyrəklər azotlu birləşmələri eritrositin parçalanma məhsullarını bilavasitə xaricə çıxarır. Söhbət qaraciyərdən gedir, ciyər. Qabıq və beyin qatından ibarətdir fikri doğrudur. Burada da göründüyü kimi beyin qatı, bu hissədə isə qabıq qatından ibarətdir. 2 bədən boşluğunda yerləşir fikri yanlışdır. Bu sidik axarı üçün doğrudur. Suyun və mineral maddələrin artığını sidik şəkildə orqanizmdən xaric edir fikri doğrudur. Bizdən də doğru ifadələri istədiyinə görə 1 və 3-cü variantı, yəni C variantını doğru kimi götürürük. Yetkin insanda sidik hissəsi minimum neçə millilitr sidiklə dolduqda ifrazat ehtiyacı yaranır. Normalda sidik hissəsinin millilitri 500 millilitrdir. Əgər onun 4də 1-i dolarsa, yəni 125 millilitr dolduqda artıq insan sidik ifraza ehtiyacı duyur. Böyrəyin daxilindəki qan damarlarında qanın axma istiqaməti müəyyən edin. Biz bilirik ki, böyrək arteriyası gəlir, daxil olur. Kapsula daxilində kapillər yumacıq əmələ gətirir. Sonra yenidən çıxarıcı arteriya, yəni böyrək arteriyası kimi adlandırsaq, o çıxır. Sonra gedir qıvrım kanalcıqlarının ətrafında kapillər şəbəkə əmələ gətirmiş olur. Ondan sonra da nefron venası böyrək venasına qoşulur. Yəni 2, 1, 2, 4, 3 və C variantı olmuş olacaq. Böyrəklərdə minimum 500 litr qan keçən zaman normal halda təxminən nə qədər son sidik ifraz olunur? Kitabımızda da yazıldığı kimi normalda 1500-1700 litr qan keçir və biz bilirik ki, son sidik isə 1,5 litrə qədər əmələ gəlmiş olur. Əgər minimum 500 litr qan keçən zaman deyirsə, mən o zaman yazaram 1500 millilitr minimum qan keçdikdə 1,5 litr qan əmələ daha doğrusu son sidik əmələ gəlirsə, 500 litr qan keçdikdə nə qədər əmələ gələr? İxtisar apardıqda cavabımız olacaq, deməli, ixtisar aparaq və cavabımız 0,5 litrə bərabər olmuş olacaq. 22-ci sualda baxıram. Şəkildə insan böyrəyinin qan dövranı sxematik olaraq göstərilmişdir. Bu sxema əsasən sağlam, yetkin insan üçün söylənilən hansı fikir səhvdir? 1 ilə arteriya göstərilib, 2 ilə vena. Biz bilirik ki, arteriya hələ təmizlənməyə gəlib, içərisində mineral duz, sidik cövhəri və s. birləşmələr daha çoxdur. Vena isə, yəni ki, sidik cövhərdir, mineral duz baxımından daha təmizdir, amma karbon qazı cəhətdən daha zəngin bir qandır. Qanda mineral duzların miqdarı
Birincidə çox bizdən səhv fikri istəyirdi və elə səhv fikir A variantıdır. Çünki mineral duz arteriyada daha çoxdur və o təmizlənməyə gəlmiş olur. Digər variantlara da baxaq. Qanda qlükozanın miqdarı birincidə ikinciyə nəzərən çoxdur. Bəli, arteriyada qlükozanın miqdarı çoxdur. Arteriya gəlib işləyən böyrək hüceyrələrinə öz qlükozasını verdikdən sonra vena damarında azalmış olur. Və sonda qanda eritrositlərin miqdarı. Yadınızda saxlayın. Eritrosit niyə dəyişsin ki? Eritrosit yalnız öz hemoglobininə birləşdiyi oksigeni verib bilər. O azala bilər. Yəni eritrositin miqdarı niyə dəyişsin ki? Ona görə bu fikir doğrudur. D variantında qanda karbon qazının miqdarı ikincidə daha çoxdur. İkinci də böyrək venası olduğuna görə bayaq da biz vurğuladıq ki, doğrudan da venada karbon qazı çox idi. Arteriyada oksigen çox idi. E variantı qanda sidik cövhərinin miqdarı arteriyada deyir, yəni birincidə çoxdur, venada isə azdır deyir. Bu fikirdə biz razıyıq. İndi baxaq nəyə? Növbəti şəklimizə nəzər yetirsək. Növbəti şəklimiz olmalıdır. Bəli. Bu şəkildə diqqətlə nəzər yetirək və bizə deyir ki, qan, kapilyar divarları, qədəhə bənzər kapsulun divarları və deməli XCD əmələ gəlir. Doğrudan da qədəhə bənzər kapsulun içərisinə baxsaz görəcəksiniz ki, qan kapilyarların divarından qədəhə bənzər kapsulun divarlarının içərisinə daxil olur və orada XCD əmələ gəlmiş olur. Sonra deməli, XCD harda yaranır? Qədəhə bənzər kapsulun içərisində yaranmış olur. Çünki qədəhə bənzər kapsulun içərisində kapilyar yumacıq var idi. Orada yüksək təzyiq nəticəsində sıxılma baş verdi və kapilyar şəbəkənin divarından XCD süzüldü qədəhə bənzər kapsulun içərisinə. Bu fikirlə razıyıq. Yəni, bunu da bizə istiqamət olaraq verir. Keçirik növbəti hissəyə. XCD böyrək kanalcıqlarının divarları, kapilyarların divarları və hara keçəcək? Təbii ki, qana. Biz bilirik ki, XCD, bax bu gördüyünüz hissə ilə, yəni ki, kanallarla hərəkət etdikcə qıvrım kanalcıqların divarından lazım olan amin turşusu, su, mineral duz, vitamin hamısı gördüyünüz qırmızı rəngdə kapilyarın divarından keçərək kapilyarın tərkibindəki qana daxil olacaq, yenidən qan dövranına qaytarılacaq. Axı biz onu itirə bilmərik. İtirsək bədənimizdə vitamin əksikliyi, amin turşusu əksikliyi, mineral duz əksikliyi, su itkisi baş verə bilər ki, bu da ölümlə nəticələnə bilər. Yəni burada cavabımız B variantı olmuş olacaq. Sağlam insanın sidik axarları ilk sidik kisəsinə ilk sidik olmamalı idi. Bu fikir yanlışdır. Son sidiyi bilavasitə xaricə çıxarır. Bu kanaldan, sidik kanalından söhbət gedir. Böyrək ləyənindən başlanğıc alır fikri doğrudur. Yalnız bir əsas bədən boşluğunda yox, həm qarın boşluğu, həm çanaq boşluğu olmaqla 2 bədən boşluğunda yerləşir. Son sidik kisəsinə daşıyır fikri doğrudur. Böyrək piramidlərindən başlanğıc alır fikri yanlışdır. Bayaq dedik ki, böyrək ləyənindən başlanğıc götürür. 2 əsas bədən boşluğunda yerləşir. Bəli, həm qarın, həm də çanaq boşluğunda. Yəni cavabımız 3, 5, 7 və A variantıdır. Maddələr mübadiləsinin son məhsullarını bədəndən xaric etsələr də ifrazat sistemi orqanlarına aid deyirlər. İfrazat sistemi orqanı budur. Ona görə biri ləğv edirik. Və son məhsulları bədəndən xaric edir ağciyərlər, bağırsaq, dəri və qaraciyərin özü də bədəndən xaric edir. Gəlin deyək, nələri xaric edir. Deməli, biz bilirik ki, ağciyərlər bədəndən karbon qazını xaric edir. Bağırsaq lazımsız qida qalıqlarını, mineral duz və suyu xaric edir. Dördüncüdə isə dəri, tər vasitəsilə mineral duz, qismən də sidik cövhərini xaric edir. Qaraciyər isə azotlu birləşmələr, amoniak, sonra eritrositlər və ölmüş qanın formalı elementini bədəndən xaric etmiş olacaq. İnsan orqanizmindən suyu çıxaran orqanlar hansılardır? Təbii ki, suyu çıxaran orqanlar tər vəzləridir. Ürək suyu çıxartmır bildiyimiz kimi.
Ağciyərlər biz nəfəs verdikdə ağzımızdan çıxan qışda əsasən bunu görə bilirik. Buxardan bunu hiss edə bilirik. Bağırsaqlar bayaq dedik ki, nəcis kütləsində qida qalıqları, mineral duz və suyu xaric etmiş olur. Həmçinin böyrəklər olduğunu biz bilirik ki, böyrək əsasdır bu işdə. Dalaq isə burada heç bir prosesi həyata keçirmir. Sağlam insanın verilmiş orqanlarından hansılarının boşluğunda zülal molekullarına rast gəlmək olar. Zülal molekulu iri hissəcik olduğuna görə heç vaxt kapilyar yumaqdan, kapilyarın divarından X sidiyin tərkibinə heç vaxt deməyim də, yəni normal insanlardan söhbət gedir. Təbii ki, o xəstəlikli insan ola bilər, zədələnə bilər divarı. Biz sidiyi analizə verdikdə zülal izi görünə bilər. Yəni heç vaxt deməyim düzgün deyil. Normal insanlardan söhbət gedirsə, qədəhə bənzər kapsulun içində niyə X sidiyin tərkibində zülal olsun ki? Qıvrım kanalcıqlarının içərisində hərəkət edən X sidik və orada yaranan son sidiyin içərisində niyə zülal olsun? Böyrək venasına, belə deyim, böyrək venasında təbii ki, venadır, arteriyadır. Bunun daxilində olacaq. Bu normal. Arteriyada da zülal olacaq, venada da zülal olacaq. Bunun yəni nefronla əlaqəsi yoxdur. Amma Henle ilgəyinin içərisində hərəkət edən sidiyin içərisində zülal olmayacaq. Burada da söhbət sağlam insandan getmiş olur. Rast gəlmək olar deyirsə cavabımız 1 və 4 olmuş olacaq. Cədvəldə sağlam insanın böyrək damarları ilə, baxın 27, bəli 28, sağlam insanın böyrək venaları ilə axan qanın tərkibində olan bəzi maddələrin miqdarının müqayisəsi göstərilmişdir. Buna əsasən hansı fikirlər doğrudur? Böyrək damarları karbon qazı azdır deyirsə, böyrək deməli arteriyasından söhbət gedir. Karbon qazı çoxdur deyirsə, böyrək venasından söhbət gedir. Böyrək arteriyasında təbii ki, təmizlənməyə gəldiyinə görə doğrudan da mineral duzlar və sidik cövhərinin miqdarı çoxdur və mineral duzlar və sidik cövhərinin miqdarı vena damarlarında isə azdır. Oksigen qazı təbii ki, arteriyalarda çox, venalarda isə az olacaq. İndi Y damarı dedikdə böyrək venasından söhbət gedir birincidə. Bizə deyir ki, böyrək venası damarı ilə axan qanın tərkibində zərərli maddələr az olur. Mən bu fikirlə razıyam. Niyə razıyam? Çünki böyrək venası zaten böyrəkdə təmizlənib çıxmış qandır. Ona görə də zərərli maddələr az olacaq. Bu doğrudur. X damarı, yəni böyrək arteriyası ilə axan qan bilavasitə aşağı boş venaya tökülür. Arteriyanın aşağı boş venasında nə işi var? Ona görə bu səhvdir. Y, yəni ki, böyrək venası damarı qanı bilavasitə qarın aortasından alır. Y-miz böyrək venası olduğuna görə bu fikrin yanlış olduğunu da biz bilirik ki, böyrək arteriyası qarın aortasından başlanğıc alır. X damarı, yəni böyrək arteriyası ilə 1 dəqiqədə bir böyrəyə, bəli, 0,5 litr qan gələ bilər. Bu fikir doğrudur. Y damarı, yəni böyrək venası ilə axan qan aşağı boş venaya tökülür. Bu fikir də doğrudur. Qan böyrəkdə təmizləndikdən sonra böyrək venası ilə çıxaraq, deməli, aşağı boş venaya tökülür. Şəklə əsasən insan üçün doğru ifadələri müəyyən edin. Oxlarla qanın hərəkət istiqaməti göstərilmişdir. Əgər Y-də oxla qan gəlməsi göstərilirsə, bu böyrək arteriyasıdır və D-də böyrək venası göstərilmişdir. Baxaq. 1. Y damarı ilə qan. Y damarı nədir? Böyrək arteriyası. Qan bilavasitə aşağı boş venaya daxil olur. Fikri yanlışdır, çünki böyrək arteriyası gəlib böyrəyə daxil olaraq təmizlənmək üçün nefronlara gedir. B-nin tərkibinə Henle ilgəyi daxildir. Biz bilirik ki, Henle ilgəyi nefronun bir hissəsidir. B isə sidik axarıdır. Bu fikir yanlışdır. C-nin, yəni C nədir baxırıq? C sidik kisəsidir. Sidik kisəsinin epitelisi endodermadan formalaşır fikri tamamilə doğru fikirdir. A bilavasitə, A nədir? Böyrək. Bilavasitə daxili sekresiya vəzi ilə təmasda olur. Fikir doğrudur. Niyə doğrudur? Böyrəyin üstündə böyrək üstü vəzi olur. Bu da deməkdir ki, daxili sekresiya vəzi ilə təmasdadır. D böyrək venası ilə axan qanda sidik cövhərinin miqdarı, deməli, böyrək arteriyası damarındakından azdır fikri də. D damarı ilə axan qanda sidik cövhərinin miqdarından söhbət gedir. Deməli, əgər qatılıq desəydim,
belə deyək, D damarı ilə axan qanda sidik cövhərinin miqdarı E damarındakından azdır. Bir dənə 5-i diqqətlə baxaq. Deməli, D damarı ilə axan qanda sidik cövhərinin miqdarı E damarındakından azdır. Bu fikir də doğrudur. Niyə doğrudur? Çünki Y damarı gəlib böyrəkdə təmizlənibdir. Sidik cövhərindən azad olubdur. Və D damarı ilə axan qanda sidik cövhərinin miqdarı E damarındakından azdır. Bu fikir doğrudur. Sonra B sidik toplayıcı kanaldır. B sidik toplayıcı kanal deyil. B sidik axarıdır. Bu fikir səhvdir. Deməli, cavabımız 3, 4 və 5 olacaq. 5 dimin cavablarında mən biləni verilməmişdir, amma 5 də düzgün cavabdır. Yenə vurğulayıram. Böyrək arteriya təmizlənmək üçün gəlibdir və orada böyrəkdə təmizlənəcək. Sidik cövhərinin çox hissəsi ilk sidiyin tərkibinə daxil olacaq. Amma böyrək venasında isə artıq sidik cövhərinin miqdarı qismən azalmış olacaq. Sonra 30-cu suala baxırıq. 30-da hormonun çatışmazlığı zamanı insanda əmələ gələn xəstəliklər verilmişdir. Miksadema xəstəliyi, bilirik ki, qalxana bənzər vəznlə yaranır. Cırtdan boyluluq hipofizlə əlaqəli bir xəstəlikdir. Şəkərli diabet, mədə altı vəznlə əlaqəlidir. Miksadema deməli tireoksin hormonu azalması ilə əlaqədardır. Hipofizin somatotropin hormonu ilə əlaqədardır. Şəkərli diabet isə insulin çatışmaması ilə əlaqədardır. Baxaq indi. X vəzisi, yəni qalxana bənzər vəz bədən boşluğunda yerləşir. Xeyr, deməli boyun hissədə yerləşir, orada bədən boşluğu sayılmır. Y, yəni hipofiz vəzinin hormonu cinsiyyət sisteminə təsir göstərir. Fikrindən tamamilə razıyıq. Sonra pankreatit xəstəliyi zamanı Z, yəni mədə-altı vəzi tərəfindən ifraz olunan amilaza miqdarı artmır, azalır. Ona görə də bu fikirdə səhvdir. Z vəzini, yəni mədə-altı vəzinin yerləşdiyi bədən boşluğunda, yəni qarın boşluğunda hormonu ürək sikli müddətini azaldan vəzlər yerləşir. Bəli, söhbət böyrək üstü vəzinin adrenalin hormonundan gedir ki, adrenalin qara ifraz olunduqda ürək tez-tez vurur və ürək siklinin müddəti azalır. Yəni tez-tez vurur. 0,8-dən 1 yox, 0,4 saniyədən 1 vurur. Ona görə də bu fikirdə doğrudur. Y və Z, yəni hipofiz və mədə-altı vəzi müxtəlif bədən boşluqlarında yerləşir. Hipofiz kəllə boşluğunda, mədə-altı vəzi isə bildiyimiz kimi qarın boşluğunda yerləşir. Ona görə də bu fikir də doğrudur. Yəni cavabımız 2-dir. Bir dəqiqə, 2-dir, 4-dür və 5-dir. Bu fikir doğrudur. Növbəti sualımıza baxaq. Əgər insanda sutqa ərzində böyrəklərdən minimum 500 litr qan keçərsə, bu zaman bir böyrəkdən neçə litr ilk sidik yaranır? Baxın, bayaq da burada yazdığımız kimi 1500-1700 litr qan keçir və son sidiyimiz də 1,5 litr idi. İndi gəl hesablayaq ki, nə deyir bizə? Əgər insanda sutqa ərzində böyrəklərdən minimum 1500 litr qan keçərsə, bu zaman bir böyrəkdə neçə litr ilk sidik yaranır? Yazıram. 1500 litrdən 150 litr yaranarsa normalda. Amma deməli 1500 litr qan keçərsə, bu zaman bir böyrəkdə heç bir şey 150 litri də bölərik. 150 litri də bölərik 2-yə, taparıq 75 litr. Uyğunluğu müəyyən edin. İlk sidik, son sidik. Sidik cövhərinin qatılığı daha az olur. Qatılığı daha az olur deyirsə, bu ilk sidiyə gedəcək. Çünki ilk sidiyin tərkibində əlavə məhsullar da var deyə sidik cövhərinin qatılığı daha azdır. Böyrək ləyəndə rast gəlinmir deyir, ilk sidik olacaq. Böyrək kanalcıqlarında əmələ gəlir, son sidik olacaq. Nefronlarda süzülmə nəticəsində əmələ gəlir. Nefronlarda süzülmə nəticəsində əmələ gəlirsə, söhbət ilk sidikdən gedir. Böyrək ləyəninə yığılır deyirsə, təbii ki, bu da son sidik olmuş olacaq. Sxema hissəsinin uyğunluğu müəyyən edin. Süzülmüş məhsulları sidik hissəsinə daşıyır. Bu sidik axarı olacaq. İlk və son sidiyin yaranması baş verir. Bu böyrək olacaq. Sidik axarları ilə sidik kanallar arasında
sidik hissəsi yerləşmiş olacaq. Sidiyin axarları başlanğıcını bu orqandan götürür. Deməli, sidik axarları başlanğıcını təbii ki, böyrəkdən götürür. Sidiyi bilavasitə xaricə çıxaran orqan isə axarda aşağıda olan sidik kanalıdır ki, bu da rəqəmlərdə verilməmişdir. Maddələr mübadiləsinin pozulması nəticəsində böyrəklərdə yaranan böyrək daşının böyrəklərdən xaricə düşmə ardıcıllığını müəyyən edin. Təbii ki, böyrək axıdacaq onu sidik axarına, sonra sidik hissəsinə və o da sidik kanalına doğru getmiş olacaq. İnsanın ifraza sisteminə daxil olan strukturlarının sayının artma ardıcıllığını müəyyən edin. Biz bilirik ki, sidik hissəsi bir dənədir. Sidik hissəsi bir dənədir. Böyrək ləyəni hər böyrəkdə olduğuna görə 2 dənədir. Hər böyrəyin içərisində bir neçə piramid olduğuna görə piramid də bunlara nəzərən çoxdur. Nefron isə bir böyrəkdə 1 milyona qədərdir. Ona görə 2, 3, 1, 4 şəklində yazacağıq. İnsanın ifraza sisteminə daxil olan strukturların sayının azalması ardıcıllığını müəyyən edin deyirsə, bu zamanda əksini edəcəyik. Nefrondan başlayırıq, böyrək ləyəninə keçirik. Diqqətlə baxaq. Yox, böyrək ləyəni yox. Bir dəqiqə. Nefrondan başlayırıq. Sonra böyrək piramidinə gedirik. Böyrək piramidindən sonra böyrək ləyəni, sonra isə sidik hissəsi olaraq 1, 4, 3, 2 şəklində davam etmiş oluruq.